Əvvəlcə Kəngərli rayonunda təlim üçün nəzərdə tutulan qərargahda müşavirə keçirilib. Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə və Əməliyyat Planlaşdırma İşinin Təşkili İdarəsinin rəisi Polkovnik Leytenant Şərif Əsədov mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi olub. Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektlərdə axtarış xilasetmə işləri həyata keçirilib. Eyni zamanda zərər çəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizotiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib. Kompleks mülki müdafiə təliminə ümumilikdə 404 nəfərdən ibarət şəxsi heyət və 52 texnika cəlb edilib. Təlimdən sonra Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi və Kəngərli rayon İcra Hakimiyyəti tərəfindən tədbirdə iştirak edən qurumların əməkdaşlarına fəxri fərmanlar təqdim edilib. Royal Kərimov, Tərlan İbrahimova, Surə Bəşirova, NTV Xəbər.